TVNet-ə qoşul və 130-dan çox telekanalı internetlə istənilən yerdə izlə. Salam, hörmətli tamaşaçılar, Sport TV-nin canlı efirindəyik. Bu dəfə Qarabağ komandamızı UEFA Avropa Liqasında təmsil edən komanda artıq ikinci təsnifat mərhələsi çərçivəsində növbəti oyununa hazırlaşır. Rəqib Bolqarıstanın CSKA Sofia komandasıdır və komanda hazırda gördüyünüz kimi arxada öz məşqini keçirir, son hazırlıqlarını tamamlamağa yaxındır. Komanda birinci təsnifat mərhələsində İslandiyanın Vestri kollektivini hər iki oyunun nəticəsinə görə ümumilikdə 6-0 hesabı ilə keçərək növbəti mərhələyə adladı. Rəqibə gəldikdə onlar mübarizəyə birinci təsnifat mərhələsindən başlamışdılar. Bolqarıstan təmsilçisi bu mərhələdə İrlandiyanın Derry City komandası ilə üz-üzə gəldi və ilk oyunda Sofiyada 3-2 hesablı qələbə qazanan CSKA Sofia komandası səfərdə 2-1 hesablı qələbə ilə növbəti mərhələyə adladı. Bolqarıstan çempionatında artıq start fiti səslənib, orada ilk oyunu keçirib komanda və ilk oyunda bir xalla elə Sofiyanın digər komandası Slavia ilə maçda bir xal qazana biliblər. Komandaya 47 yaşlı Bolqarıstanlı mütəxəssis Hristo Yanev rəhbərlik edir. Onun komandası əsasən yüksək pressinglə oyuna üstünlük verirlər. Rəqibin ən təhlükəli futbolçularından biri isə Derry City-yə 3 gol vuran Ionis Pittaslı Kiprli hücumçu. Qarabağ heyətində isə hazırda hər şey əhval-ruhiyyə öz yüksək səviyyəsindədir. Komanda arasında ilk oyun sabah iyulun 23-də Tofiq Bəhramovlar Respublika stadionunda Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını Daniele Cifi yerinə yetirəcək. Ona yanğıt hakimləri Giovanni Baccini və Alessandro Locicero kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Daniele Perenzoni idarə edəcək. Cavab qarşılaşması isə bir həftə sonra Sofiyada keçiriləcək. Qeyd edək ki, bu cütün qalibi UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində Şerif Maccabi komandalarının qalibi ilə üz-üzə gələcək. Hazırda isə Qarabağ qarşısındakı vacib qarşılaşmaya hazırlaşır. Biz isə Azərsun Arenanın ehtiyat meydançasından canlı yayımıza hələlik yekunlaşdırırıq. Təmsilçilərimizlə bağlı ən son məlumatları qaçırmamaq üçün gözünüz Sport TV kanalında olsun. Hələlik.